Qardaşım, xoş gəlmisən ilk Sağ öncə. ol, sağ ol, sağ ol. Yaz aylarında qanun vaxtıdır axı. Enerji olan adamlar, xəstəlik yaşayanlar, təzyiqi aşağı olanlar düşür. İndi baxsan hamı müalicəyə zada. Elə çox deyirlər kurort vaxtıdır. Hə, o qanun adını oynayan vaxtıdır. Biraz da o içki zad davam edir axı. Hə, ona görə də onun enerji elə bir pıtlayan vaxtıdır. Belə deyək də Lori dildə şeytan bu aylarda istəmir ki, Adəm əleyhissalama yaşıllaşsın hər şey, ağaclar yaşıllaşsın, xoşluq, gözəllik olmağını istəmir. Ona görə saldırır. Əsəbin çıxır insanlardan, belə deyək. Hə, bu paranormal da, bildiyin necə, bir düşmənimiz var, bizlə mübarizə aparır, istəmir yaxşılığımızı. Fikir verirsən? Qoç kəsəndə nə qədər özü biraz yaxşılaşında. Hardasa səndə yüzdə neçə faiz düzəliş var? İndi? Hə. İndi Əvvələ baxanda da. əvvəl çox. Çox düzəliş. Ha. Bir yüzdə 40, yüzdə 50 Olar. düzəliş olar. İndi mən düşünürəm ki, bir səndə qapıya baxmaq hissi var. Olur, özünə baxsan diqqətlə. Ha. Sonra nə baş verir? Hormonal zəiflik var. Sonra uşaqlara qayğı var. Bunlar hamısı ola bilsin ki, dişi heyvanın. Çünki qoç su şeylərində əsəbi olurdu. Əvvəl yaxşı. İndi sakitsən, %40% düzəlmirsən. Amma hə, kişilik hormonal problemin var. Onu da həll eləmək olar inşallah ki, görə Allahın izni ilə. İşləyirsən də indi. Əvvələ işləyənmirdi. İşləyirəm, indi yaxşı. Əvvələ yaxşı işləyənmirdin, hə, belə. Başın ağrıyırdı, şey eləyirdi. İndi çox şükür işləyirsən. Evdə qalanda, amma tək qalanda elə bir ki, sıxılırsan, şey eləyir. İşləmişdim. Əvvələ tez dərman içirdin. İndi dərman içmirsən, elə. Arada bir. O da belə vəziyyətin pis olanda. Yox, vəziyyət yox, evdən deyirlər işlədi, amma içmirəm. O dərmanların tipik vəziyyətlərdə olan dərmanların hamısı narkotik vasitələrdir. Tərkibində narkotiklər var deyə əl çəkə bilmirsən. Orada belə minxoş olursan axı. Əvvəl elə olur, baş bir gün içmirəm. Elə o səhər içirəm, axşam içmirəm. Yatıram yaddansın. Amma içməyəndə də yaxşısan. Yaxşı. Çox şükür, hə. Birazdan dərmanlara bağımlılıq var. Ya içki içməlisən, ya dərmana, belə bir şey olur, hə? İçki yanım çaxırlar. Elə bir ki, kayfda olanda ləzzət edirsən. Ay, sağ. Fikri zad gedir də adam. Hə, içində danışırsan tez-tez özündən gələn. O qədər deyil, hə, bəlkə kimi deyil. Azdır. Bu hormonları düzəltsən, evlənərsən də. Bu hormon. Başından qarşar. Neçə yaş var? 33. 33, maşallah. Deyirəm, dua oxumuş, sizin oxu demə. Dua oxuyacam. İndi əvvəlcən söhbət eləyirik, sonra dualara da başlayırıq da inşallah. Yox, bir dənə dua oxumuş, nə o da var idi. Nə duası? Etibarnamə. Əhdnamə. Hə, o ancaq o danışma. Enerji var ki, danışdır. Hə, inşallah oxuyarıq. O dua yaxşıdır. Sən bizi izləyirlər TikTokda, YouTube'da. Bilirlər ki, biz aldadırıq, şey eləyirik. Amma bu banüs nümunəsidir, şahidsən ki, nə qədər səndə düzəliş olur da. Yəni insanlar gedir həkimlərə iynə, dərman. Nə qədər pul verirlər də, düzdür. Ay, pullar tökürlər. Özdə dərmanlar da bahalaşıb, qiymətləri qalxıb. Həkimlərlə tası qalxıb. Hə, deyirlər psixoloq dəqiqə bir saata baxır, var açır, deyir, nə yaxşı da. Sadə 5 dəqiqə söhbət etdim, saat gəldi. Ay da, özdən nə qədər 100 manat. 100 manat. 100 manat. 70 manat, 80 manat, 100 manat. Ay da. Gəlib 10 saat danışırsan ki. Çox insafsızdılar və insanları yazıqları gəlmir. Deyir, bizə yazığımız mı gəlmir? Yolları niyə qayırmırsınız? Niyə bizi düzəltmirsiniz? Pulumuzu alırsınız. O 100 sanlıq var. Ha, çıxart baxımsan ona, ha. O çoxdan biliyorsun. 10 dolar da. Ha, yazıqlar gəlmir bizə. Millət belədir. Çünki bu bizim xəta və günahlarımızdan da biz nə qədər bizə həmişə deyirəm ki, cəmiyyətdə mənəviyyat islahatlarına ehtiyac var. İnsanlar özündən biz müsəlmanlıq deyirik, amma bir çox günahlar eləyirik. Sonra da müsəlman nə? Müsibət gəlir. Müsəlman müsibət sözündən götürülüb. Təslim olana. Məsələn, təslim olsan belə. Deyirsən ki, mən Allaha təslim olam, müsəlmanam.
Biri tapanda çıxarsa şeytan. Hardan günah oldu, oradan sənə güllə vurur da elə bir. Evet. Məsəl üçün mədə ilə şey oldunsa, mədədən vurur. Yoqa, nə qastı deyil. Köklük, əziyyət verir köklük. Niyə? Haram satırsan, haram içirsən. Bildin? Oradan xəta eləyəndə şeytan güllə ilə vurur. Bildin? Deyirsən. Və yaxud da adaq, qoyun adağı adayanda Allaha deyirsən ki, oğlum düzəlsin, salamat olsun, qoyun kəsəcəm. Kəsib özün yeyirsən və yaxud da ki, başqalarına vermirsən. Sonra uşağın qoyuna oxşuyur. Məmələri çıxır. Sonra nə bilim, cinsi fəallığı zəifləyir. Özünü qadın kimi, ana kimi qayğı eləyir. Qayğı göstərir uşaqlara. O hamısı qoyundandır. Qoç necə olur? Qoç əsəbi olur, belə hiperaktiv olur. Bir yerdə dayanmır, ürəyi sıxılır, dərmanla sakitləşdirir. Əvvəl əsəbi idim, qaşı belə. İndi əsəbilik yoxdur. Ha, Elə bir dişiliyə meyilli. bu elə indi elə. Belə hə? Ha. Amma əvvəl əsəbi idim. Ondan xəstəxana bir yaxdım elədim, əsəbi idim. Amma indi tərsinə oldu. Ay sola. Qoyun kəsəndən sonra mərd bu. Ondan sonra olacaq top kimi oğlan. Hormonal zəiflik də düzələcək. İndi nə qədər hormonal elə bir hormonal dərmanlar qəbul etsən, şeyə artırsan da kişilik hormonu artırsan, xeyri olmayacaq. Sən nəyə görə? Çünki bədənçiyə enerji zəiflədəcək. Elə bir enerji var. O hormonal problem yaradır da bədəndə. Nə qədər hormonal versən, yəni keçici olacaq. Bildin necə? Yəni biraz düzələcək, sonra bir şey. Amma Allaha verdiyin sözü qurbanın kəssən qoyunu. Ondan sonra görəsən düzəlir. Elədiyin müalicələr də xeyir olur. Yəni biz etdiyimiz yaxşılıqlar, qurban kəsmək Allaha ibadətdir də, bilirsən də. Bu ibadət Həzrəti İsmaildən qaldı. İsmail qurban deyirlər. Deyib kəsməyəndə adaq gedir. Adaq, Allaha ad verib söz verilən nəzr etmə. Çox söz yolu var. Ay sola. Söz verdilər ki, Verməsinlər, gələsən də başa sal ki, verməsinlər Allaha söz. Sağalmısan da nə olub sən? Yaxşıyam. Bəlkə də qoç kəsəndən sonra düzəldi nə? Neçə müddət məndən əlaqə saxlamadın. Düzələndə o saat şey eləyirsən. Nankorluq eləyirsən, qardaşlarını itirməkdənsə. Sonra istəyən kimi gəlirsən. Vallahi. Düzəldin. Yaxşı oldum 1 il. Bir il. Qəşəng belə yaxşı oldum. Maşallah. 2 il belə yaxşı oldum. İndi də pis deyirsən, işləyib eləyirsən, qəşəng rozreza qazansan, ata kömək eləyirsən. İstəyirsən tərcih et qəşəng. İçirəm, çaxır evəcədə, ondan alıb içirdim. İçmə də, onu da içmə. İçməyim, ona. İnşallah düzələcək. İnşallah bir dənə də yoxlayaq, dəqiqləşdirək. Adağı görək nə edirik.